insanların hem yaradanına hem de insanlara karşı sevgisinin arttığı aydır Ramazan. Bu ayın rahmet ve bereketinden istifade ederek Allah'tan günahlarımızın bağışlanmasını dileyerik. Allah oruç tutan herkesin ibadetini kabul etsin. Rəhman və rəhim olan, bağışlayan Allahın adıyla. Xoş gördük, əziz dinamsevərlər. Müqəddəs Ramazan ayının 21-ci günündə Novruzun gəlişi müjdəsi ilə hər birinizi salamlayıram. Allah Taala itayət və ibadətlərimizi əksikləri ilə qəbul etsin. Allah Taala yeni günün gəlişini xalqımızın, dövlətimizin əmin-amanlığına, iqtisadi, mənəvi dirçəlişinə mübarək səbəb qərar versin. Qoy gün çıxandan gün batana kimi oyaq və ayıq şəkildə bütün nəfsani istəklərinə yox deyərək, itayət və ibadət dolu könül varlığı ilə bol-bol dualar, zikirlər edən, yardımlaşan, paylaşan, şəhid doğmalarını ziyarət edərək bizlər sizlərə borçluyuq deyən bütün könül sahiblərinin, dəyərli soydaşlarımızın itaət və ibadətləri, etdikləri Allah dərgahında qəbul olsun. Bəli, bizlər yenə də Allahın izni Azərbaycan dövlətinin himayəsi ilə yenilməz inam komandası ilə sizlərlə görüşə gəldik. Görüşə gəldik, İslamın doğrularını, Ramazanın fəzilətlərini sizlərlə paylaşaq. Bu sonsuz mərhəməti və lütfi ilə gözəllikləri, bu müjdəni bizə ehsan edən Rəbbimizə sonsuz həmd sənalar və şükürlər olsun. Qonaqlarımı təqdim etmək istəyirəm. Bugünkü qonaqlarımızın içərisində tam fərqli qonaqlarımız vardı. Üzərimizdə bu bayram günlərində daha çox anacağımız, daha çox ziyarət edəcəyimiz əsl haqq sahibləri ki, necə müqəddəs şəhidlərimizdir, müqəddəs şəhidimiz olan Vətən müharibəsi qəhrəmanı, şəhid zabit Surxay Nosiyevin mübarək atası Əbdül Nosiyev, mənim əziz qardaşım, ruhu ilə, canı ilə, davranışı ilə Azərbaycan dövlətçiliyinə xidmət yolunda Şam kimi əziz qardaşım, gəlişinizlə bu bayram günündə şərəf verdiniz. Sağ olun. Bayramımız mübarək olsun. Sağ olun. Allah razı olsun. Millət vəkili, dəyərli qardaşım, mənəvi dəyərlərimizin, birlik və bərabərliyin cəmiyyətə, topluma doğru və düzgün şəkildə aşılanması yolunda layiqincə mücadilənin önündə dayananlardan özümün də çox dəyər verdiyim bayramımız mübarək, xalqımızın bayramı yoxdur. Amma üsula uyğun olaraq ədəbdəndir. Xalqın sənətkarı, Respublikanın xalq artisti, öz mədəniyyəti ilə, əxlaqı ilə, davranışı ilə milyonların sevimlisinə çevrilən, ayrıca olaraq inamın işığında hər bir kəsin, milyonların, demək olar hər gün görmək istədiyi Hacı Teyyub Aslanov. Xoş gördük Hacı Teyyub. Təşəkkür edirəm, çox sağ ol Seydim. Xoş gördük, xoş günlərdə görüşək inşallah. Digər qardaşlarım, Respublikanın əməkdar artisti, belə deyə bilərikmi? Xalq deməliyik, amma belə deyirik, biz belə deyirik ki, tezləşsin. Mənim əziz qardaşım, Əlağa qardaşım, xoş gördük sizləri, şərəf verdiniz. Respublikanın əməkdar artisti, Xəyyam qardaşım. Soyadlarınızı demirəm, Məmmədov, mən istəmirəm. Çünki siz artıq, belə deyək ki, möhrü vurmuş sənətkarlarsınız. Şərəf verdiniz. Vaxtı istismar etməyim, bayram süfrəsində, eləcə də ilahi ziyafətdə iftara doğru 100 minlər bizi gözləyir. Bugün yenə də iftara doğru Quran ayında qoy söz Quranın olsun. Qoy Quran ayında mübarək anlarda söz bu məqamda Quranın olsun ki, Quranın və şəhidlərin şəfayəti, Allahın özünün ərşdə seçdiyi Qarabağın xilaskarı, Qarabağın fatihi, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənabları başda olmaqla yenilməz rəşadətli ordumuzun, mübarək şəhid doğmalarının, qəhrəman qazilərimizin, bu an sosial şəbəkələrdə, İnamın YouTube kanalında, eləcə də Space televiziyası vəsiləsilə bizi izləyən ekran qarşısında bizlərə hakim kəsilən
değerli soydaşlarımızın üzərindən əksik olmasın. Məsciddə də Azərbaycanın dini mühiti adına daha böyük yüksəlişlərə nail olacaq və biraz da şəhərə doğru addımlayacaq inşallah. Söz Kur'an'ın olsun. Ya Allah, Bismillah. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم فاذكروني أذكركم واشكروا لي ولا تكفرون أيها الذين آمنوا استعينوا بالصبر والصلاة إن الله مع الصابرين ولا تقولوا لمن يقتل في سبيل الله أموات بل أحياء ولكن لا تشعرون ولنبلونكم بشيء من الخوف والجوع ونقص من الأموال والأنفس وبشر الصابرين الذين إذا أصابتهم مصيبة قالوا إنا لله وإنا إليه راجعون أولئك عليهم صلوات من ربهم ورحمة وأولئك هم المهتدون صدق الله العلي العظيم اللهم صل على سيدنا محمد النبي الأمي وعلى آله وصحبه وسلم اللهم صل على سيدنا محمد النبي الأمي وعلى آله وصحبه وسلم
Allahümme salli ala seyyidina Muhammedin nebiyil ummi ve ala alihi ve sahbihi ve sellim. Salam olsun könüllərin sultanı, axırın və əvvəlin seyyidi, yaradılmışların ən üstünü, əşrəflisi, İslamın günəşi, Məhəmmədi Mustafaya. Salam olsun onun mübarək ev xalqına, əziz əhli beytinə. Salam olsun 4 xəlifiyə. Salam olsun bu əziz günlərdə siddiqlərə, sadiqlərə, müttəqilərə. Salam olsun Quran ayında 10 illərlə adları çəkilməyən, 100 illərlə qəbirləri ziyarət olunmayan, qəbirlərdə inləyən, yoxmu bir Fatiyə, bir salavat ilə məni yad edin deyə bizi səsləyən, nigaran, iskilli ruh sahiblərinə. Bir də Allahın sağlıq və salamı olsun müqəddəs şəhidlərimizin mübarək doğmalarının, qəhrəman qazilərimizin, bu an bizi izləyən YouTube kanalımızda, sosial şəbəkələrdə, eləcə də ekran qarşısında bizə dəyər verərək dualarıma amin deyən və deyəcək hər bir kəsin üzərinə. Əmrah, çox təşəkkür edirəm. Çox sağ olun Seyid. Çox qısa formada tərcüməsini söyləsən, məmnun olarıq. Bəli, əziz Seydim, sizlərin dəyərli ustadlarımızın icazəsi ilə oxuduğum ayələr Əl-Bəqərə surəsinin 152 və 155-ci ayələrini ehtiva etdi. Uca Allah buyurur ki, bağışlayan və mehriban Allahın adı ilə məni xatırlayın, mən də sizi xatırlayım, mənə şükr edin, küfr etməyin. Ey iman gətirənlər, səbr edib namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən Allah səbr edənlərlədir. Ayənin davamında isə buyurulur ki, Allah yolunda ölənlərə ölüdürlər deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz, dərk etmirsiniz. Həqiqətən uca, əzəmətli Allah doğru buyurmuşdur. Allah səndən razı olsun. Elə bugünkü bayram günündə şəhidlərimizlə bağlı oxuduğun bu mübarək kəlamlar Allah dərgahında qəbuldur. Allah Taala şəhidlərimizi xəbərdar etsin. Amin. İnşallah da xəbərdar edəcəkdir. Amin. Çünki onun Quran ayıdır. Oxuduğum bu mübarək kəlamlar Seyid Mübarizin, Fərid Əhmədovun, Surxay Noçiyevin timsalında bütün müqəddəs şəhidlərimizin əziz ruhları üçün hədiyyə olsun. Ayrıca olaraq mənəvi dəyərlərimizin, dini dəyərlərimizin, elə Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş Ulu Öndərimiz Heydər Əliyev cənablarının da əziz ruhları üçün hədiyyə etdik. İnşallah ki, Rəbbimiz xəbərdar etmişdir. Sponsora keçid edək, ondan sonra rahat şəkildə müzakirəmizi davam etdirək. Çünki çoxlu sayda suallarımız da var. Bugün mövzumuzu bu əziz gündə şəhidlərimizə həsr etmişik. Qoy şəfayəti qalib sərkərdəmizin, qalib ordumuzun, qalib xalqımızın üzərindən əksik olmasın. Buyurun xanım redaktor. Təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət qalbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan qalbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət qalbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına ver. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət qalbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif.
Şahbulov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şahbulov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şahbulov düyüləri olsun. Belə bir bəlaya düşəcəyimi fikirləşmirdim. Sən yerindəsən, qallar al. Qallar al yerindədir. Ramazan ayının başlanması ilə əlaqədar olaraq Sizi gözləyirdim, amma məni polisə çağırdılar. oyun serialının yayın vaxtında dəyişiklik edilib. O öldü. Dediyim kimi, sənə oxşayan bir qadınla bilərəkdən göründü. Ertəsi gün Şamilin dediyi kimi Bakı Beynəlxalq Serial müvəqqəti olaraq həftə içi 5 gün saat 16:30-da efirdə yayınlanacaq. Məni ələ verməməliydin. Şamil, mənim günahım yoxdur. Oyun qaçırmayın. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah Taala sponsorlarımızın, xalqımızın, dövlətimizin xeyirlisi ilə Rusiyasını çoxaltsın, bol qərar versin. Bəli, olmaq mənim üçün bəxtiyarlıqdır. İnanırım ki, 100 minlərin də könlünü fəth edəcəksiniz. Ayrıca olaraq müqəddəs şəhidimiz, qəhrəmanımız Surxay Nosiyevin, Azərbaycan Qarabağ müharibəsi qəhrəmanı, Vətən müharibəsi qəhrəmanı Surxay Nosiyevin atasının burada olması ayrıca qəlbimizə, ruhumuza, mənəvi ruhumuza bir güc qatır. Xoş gəldiniz əziz qardaşım, mübarək insan. Bu bayram günündə inamın işığında gəlişiniz, bizlərə etimadınız ayrıca bizə güc verir. Söz sizin olsun. Sağ olun, ağa. Bu Surxay haqqında hər dəfə danışıram, yeri düşdükcə də. Surxay həmişə o hərbi sahədə olduğu vaxt danışırıq. Amma Surxayın müsbət keyfiyyətlərindən biri də onun inançlı olması idi. Surxayın dəftərçəsi var, o bizdə qalıb o dəftərçə. Orada gündəlik yazır, gündəlik hadisələr yazıb, çox davam edə bilməyib, çox güman ki, başı qarşı olubdur. Və onları oxuduqca görürsən ki, onda olan keyfiyyət, Surxayda olan inam, məsələn, bizdəki kimi deyil, onda biraz başqa cürdür. Biz deyəndə öz ailəmizi nəzərdə tuturum. Surxay bir hərbiçi idi, hərbiçi kimi yetişmişdi Surxay. Surxayın bütün hərbi fəaliyyəti istər oxuduğu müddətdə, istər bölgələrdə olduğu müddətdə Surxay üçün bir qapalı bir şey qalmamışdı orada. Yəni, bəlkə sözümü ifadə edə bilmədim. Yox, gözəl danışırsınız. Surxayın keçdiyi istər döyüş yolu olsun, istər hərbi fəaliyyəti Surxay üçün tam aydın idi. Bəlkə də əvvəlcədən aydın idi Surxaya. Surxayın görəcəyi iş əvvəlcədən aydın idi. Surxay belə baxanda bir qara qabaq, dinməz adam kimi də belə canlanırdı. Amma Surxayın o hərbi biliyi, Surxayın hərbidə tutduğu mövqeyi, peşəkar hərbiçi olması. Peşəkar hərbiçi olması, bəli, onun xasiyyətinə də təsirləmişdir. Bəzən deyirlər ki, hərbiçilər evdə danışmırlar, bu belədir, doğrudan belədir. Hərbiçi gördüyü işlərin hansı yerdə olduğunu heç vaxt demir ki, hansı işi görür, nə bağını var. Surxayla mən telefon danışığımız deməli Qubadlıda oldu, bir dəfə oradan zəng eləmişdi. Təbiət sevən adam idi. Ümumiyyətlə, onun heyvanlara münasibəti tamamilə başqa cür idi. Körpə uşaqlarla oynamağı sevirdi. Bunun bu keyfiyyətləri var idi. Çox üzrə bu arada Surxayımızın uğurunu, fidanını və onun adını daşıyan körpəmizi buradan salamlayıram. Sağ olun. Surxay balaca uşaqlarla oynamağa bacarırdı. Hansı ki biz onu, şəxsən mən onu eləyə bilməmişəm. Mən Surxayın balaca vaxtı ilə bir o qədər oynaya bilməmişəm. Bəli.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlər bizim üçün əzizdir. Surxay mənim balamdır. Surxayın nə hərəkətləri varsa mənim gözüm qabağımda olubdur. Uğur dediniz, Uğurun bütün hərəkətləri, mən bunu bir-iki dəfə qeyd eləmişəm, bütün hərəkətləri Surxaydı. Onun üz üstə yatması, yatanda əlin karavatdan sallaması, heç Surxayın o yatılısı bəlkə də Uğurun heç yadında deyil. Amma Surxayın geyimi, hərbi geyiminə olan hörməti, o hərbi geyimi təmiz saxlaması və tabeliyində olan istər zabitlərə, istər əskərlərə onu təbliğ eləməsi ki, forma bu cürə geyilməlidir, forma belə şux dayanmalıdır. Hətta onun evə gələn kimi formanı çıxartması, ya o öz formasında otursun, elə şey yoxdur. Hərbi formada otursun, elə şey yoxdur. Formaya həmişə bir müqəddəs bir şey kimi baxıbdır. Surxayın yaxşı xüsusiyyətləri çoxdur. Surxayın indi biraz ola bilər ki, yadından çıxanlar... Danışacağıq. Hə, yadından çıxanlar olur. Danışarıq Allah qoysun. Surxayımızın timsalında bütün şəhidlərimizin məkanı inşallah cənnətdir. Biz hər gün canlı efirimizdə şəhidlərimizə Quran-ı Kərimin kəlamlarını həyata keçiririk və inanırıq ki, Rəbbimiz onları xəbərdar etmişdir. Qoy elə Surxayların, şəhidlərin və Quranın şəfayəti hər bir zaman qalib sərkərdəmizlə, qalib ordumuzla, qalib xalqımızla, hər birimizlə olsun. Hörmətli millət vəkilim, necə gedir? Şükür qovuşdurana. Maşallah Çox olsun. gözəl gedir. Allah razı olsun. Mən bugün bayram günündə düşündüm ki, məhz birinci şəhid doğmalarına yönəlik çıxışlarımız olsun, fikirlərimiz olsun və bugün ona görə də Vətən müharibəsi qəhrəmanı, zabit, şəhid aslanımız, igidimiz Surxay Nociyevin mübarək atası Əbdülməllim, Əbdül kişini dəvət etdim. Çünki Əbdülməllim vətəninə, dövlətinə, bayrağına, qalib sərkərdəsinə sevdalı bir aşiqdir. Bütün şəhid doğmaları belədir. Amma daim ardıcıl təmasda olduğuma görə və düşüncəsini, könlündən süzülüb gələnləri bildiyimə görə bunları söyləyirəm. Hacı Teyyub o sənətkarlardandır ki, o inamın işığında gəldikdə inamın heyətinin mənəvi ruhunda bir dirçəliş prosesi baş verir. Ona görə bu da bir bəxtiyarlıqdır və bu üçlük gəldikdə isə tamamlanır. Necə keçir Hacı Teyyub? Çox gözəl keçir. Maşallah olsun, maşallah olsun. Əvvəlan, deməli, Ramazanın ikinci günündə biz olduq burada dostlarımızla, gözəl sənətkar. Bugün 21-ci günüdür. İnşallah yenə də olacaqsınız. Elə bil, inşallah. Elə bil ki, dünən idi, bugün gəldik, artıq 21-ci gündür. İcazə versəz, Seydim, mən elə dostlarımın adından, öz adımdan əvvəlan salamlayım qonaqlarınızı, hörmətli millət vəkilimizi. Ceyhun müəllimi salamlayıram, Əbdül müəllimi salamlayıram. Və onu qeyd etmək istəyirəm ki, Allah Surxay qardaşımıza rəhmət eləsin. Qəni-qəni və onun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Və qeyd etməyə özümə borc bilirəm ki, Surxay qardaşımız bizə də çox əzizdir. Ümumiyyətlə, bütün şəhidlərimiz əzizdir, amma Surxay qardaşımız bir köynək bizə niyə görə? Çünki bizim sənət dostumuz, gözəl kamança ifaçımız, Elnur Əhmədovun dayısı oğludur həm də. Həmd olsun Allaha, şükür olsun Allaha. Yəni, biz heç nə bilə bilmərik, düzün Allah bilir. Həmd olsun Allaha, şükür bu günümüzə. Allah razı olsun. Buradan Respublikanın əməkdar artisti, mənim də 30 illik dostum, sizin də dostunuz, mənim də qardaşım Elnur Əhmədovu, salamlayırıq. Eləcə də Elçin Həşimovu, Mənsun İbrahimovu dualarımızla salamlayırıq. Salamlayırıq. Var olasınız. Var olasınız. Sizlər də yaxşısınız inşallah. Allah sizləri qorusun, var olasınız. Əziz millət vəkilim, şəhidin məqamı, şəhidin mərtəbəsi. Məncə bu bayram günündə ən doğru seçim etdik ki, Hacı Teyyub qardaşım. Ən çox üzərimizdə haqqı olanlar onlardır. Çünki qalib sərkərdəmiz, Müzəffər Alibaş komandanımız İlham Əliyev cənablarının rəhdlərimizdir. Və bu bayram günlərində bu dəyərləri, şəhidlik bir dəyərdir. Elə bir müəssisədir ki, onun qiyamətə qədər qorunub, mühafizə olunması, Azərbaycan dövlətçiliyinin qorunmasıdır. Milli təhlükəsizliyimizin qorunması qədər zəruridir.
bəlkə də birinci zəruridir, vacibdir. Ona görə mən də düşündüm layihə müəllifi olaraq məhz bu gün, bu bayramın bugünkü günündə şəhidlik məqamının fəlsəfəsi, şəhidliyin mahiyyəti və şəhidliyin mərtəbəsinin niyə bu qədər üstün olması və Əmrah balamız oxudu övladımız, Allahın necə onları tərif etməsi, onlara öldü deməyin, onlar diridir, siz bunu dərk etməzsiniz söylüyor. Allah bununla nə deyir? Təbii ki, bunu iman adamları bilir, bilməyənlərin bilməsi, xüsusi olaraq şəhid doğmalarının təkrarən Quran-ı Kərimin hökmlərinə dayanaraq bu bayram günündə bunları millət vəkilimiz, ilahiyyatçı alim Ceyhun Məmmədovun dilindən eşitməsi onlar üçün necə Quran-ı Kərim onlar üçün bir təsəllidirsə, bu kəlamların mənasını da bir daha bilmələri onlar üçün bir yüz qərar versin. Çox gözəl seçmişsiniz. Özünüz də çox gözəl vurğuladınız ki, bugün ən çox elə yad ediləsi, diqqətdə saxlanılası insanlar məhz bizim şəhidlərimizdir. Bugün torpaqlarımızın azad olunmasında Cənab Prezidentin həyata keçirdiyi siyasətlə bir yerdə onların böyük fədakarlığı çox böyük rol oynadı. Dinimizdə bununla bağlı məsələlərə gəldikdə ən çox işlədilən bir Peyğəmbərə istinadən rəvayət olunan bir hədis var ki, dünyada ən böyük dərddir. Allah heç bir xalqa bunu qismət eləməsin. Bugün dünya qarışıb, dünyada çox ciddi proseslər gedir, amma Azərbaycanda əmin-amanlıq var. Allah nəzərdən sabitlik qorusun, Allah var, nəzərdən qorusun. Və biz bugün qalib xalqıq. Bir neçə gün bundan əvvəl Cənab Prezident bu məsələyə toxundu. Dünyada torpaqlarını tam azad edə bilən başqa bir xalq yoxdur. Yəni Azərbaycan xalqı uca Allahın izni ilə, Cənab Prezidentin rəhbərliyi ilə belə bir möhtəşəm qələbəyə imza atıbdır. Yəni dünyada yüzlərlə münaqişə var. Bugün biz xoşbəxtdik ki, həm torpaqlarımızı azad etdik, qələbəmizi təmin etdik və şəhidliklə bağlı bayaq bizim Əmrah çox gözəl ayələrə toxundu. Ümumiyyətlə, Quranın bütün ayələri gözəldir, amma o ayələrin çox özünə xas yeri var. Təsir gücü də fərqlidir. Bəli. Yəni, Allah qatında ən uca məqam şəhidlik məqamıdır. Ən uca mərtəbə şəhidlik mərtəbəsidir. Çünki bir insan üçün onun canından əziz başqa heç nə yoxdur. Bir insan ən dəyərlisini, ən qiymətlisini Allah yolunda fəda edir. Və bunu hər adam edə bilmir. Yəni, bunun üçün insanda iman olmalıdır. Bunun üçün insanda Allaha sevgi olmalıdır, məhəbbət olmalıdır. O mərtəbəyə, o şəhadətə qalxmaq istəyi olmalıdır. Sən bilə-bilə ölümə gedirsən. Neçə nəfər insan bilə-bilə ölümə gedə bilər. Və ona görə Allah Taala onlar haqqında deyir ki, bəlhum əhyə. Yəni, siz onlara ölü deməyin, onlar diridirlər. Hansı mənada diridirlər? Onlar cismən bizimlə bir yerdə olmasalar da, ruhən bizlə bir yerdədirlər. Bizim dediklərimizi eşidirlər, bizim etdiklərimizi görürlər. Və o mənada bugün bizim də onlara verə biləcəyimiz ən böyük dəstək mənəvi dəstəkdir. Elədir. Yəni, biz indi siz də görüşürsünüz, biz də tez-tez görüşürük. Mən fürsətdən istifadə edib bütün şəhid ailələrini buradan salamlayıram. Bayramları mübarək olsun. Bayramları mübarək olsun. Əllərindən öpürük, qarşılarında baş əriyə. Abdülməmlə biz ikinci dəfədir verilişdə görüşürük. Bəli, bir dəfə də şəhidliyi ilə bağlı görüşmüşdük. Və mən sizə deyim ki, ümumiyyətlə, bu şəhid ailələrinin özü də sanki Allahdan vergi almış bir insanlardır. Öz oturuşları ilə, duruşları ilə, çıxışları ilə, öz ləyaqətli və davranışları ilə və bilirsiniz, biz indi bir məsələni də qeyd edək ki, biz təsəlli veririk, verməliyik, amma bu hissləri yaşamaq çox çətin bir hissdir. Yəni, övladını itirmək, həyat yoldaşını itirmək, atasını itirmək, amma böyük bir şərəfdir. Nə xoşbəxt o insan ki, onun bu qələbədə payı var. Seçilmişlər. Bəli, vətənin bütövlüyündə onun payı var. Qələbəmizin azad olunmasında onun payı var. Bundan uca məqam, bundan uca ad yoxdur. Təşəkkür edirəm. Allah razı olsun. Hörmətli millət vəkilim, ilahiyyatçı alim Ceyhun Məmmədovun şəhidlik müəssisəsi ilə bağlı, şəhid məqamı ilə bağlı söylədikləri həqiqətən də
bizlər üçün də, şəhid doğmalar üçün də bir təsəllidir. Çünki Quran-ı Kərimin hökmlərinə dayanır, Allahın buyurduqlarına dayanır. Allah Teala şəhidlərimizə rəhmət etsin, doğmalarına Həzrəti Əyyubun səbrindən versin. Çoxlu suallarımız var. Birini qəbul etmək istəyirəm. Buyurun. Salam, axşamınız xeyir olsun. İnam komandasını salamlayıram. Orucunuz qəbul olunsun. İlk günlərdən izləyirəm verilişinizi. Çox xoşuma gəlir. Bugünkü ümumiyyətlə bu rəhmətlik Vətən müharibəsi qəhrəmanı Noçev Surxayın valideynini dəvət eləməyiniz məni lap sevindirdi. Rəhmətlik Noçev Surxay Ali Hərbi Məktəbin 2010-cu il məzunu idi. Mənim şəhid qardaşım Kapitan Cavadov Cəlillə eyni fakültətə, eyni qrupda təhsil almışdılar. Qardaşım da şəhid olub. O da Rəşadət ordeni ilə cənab prezident tərəfindən ölümündən sonra təltif olunmuşdu. Yəni, buna bir xoş fikrimi bildirməkdən ötürü bu səsi bura göndərdim. Səsləndirsəz sevinərəm. Belə də çox sağ olun, minnətdarım. Siz sağ olun. Bizə etibar etdiyinizə görə, etimat göstərdiyinizə görə Cəlilov, necə söylədi xanım redaktor? Müqəddəs şəhidimizin mübarək doğması qarşısında baş əyirəm. Çox təşəkkür edirəm bizə verdiyi dəyərə görə. Allah Teala bütün şəhidlərimizin məkanını cənnət qərar versin. Və bugün tək dünən bir saatın içərisində mən mübarək insana, müqəddəs şəhidimizin atasına söylədim. Bir saatın içərisində 100-dən artıq şəhid doğmaları inanma səsli mesaj göndərmişdilər. Həm də bu onu göstərir ki, şəhid ailələri diqqətlidirlər, vəfalıdırlar, həssasdırlar. Onların heç bizə təşəkkür göndərməyə heç bir halda ehtiyac yoxdur. Amma onların nə qədər dəyərli olduğunun bir sübutudur. Minnətdaram, qarşısında baş əyirəm. Allah ailələrinə səbir versin. Buyurun. Axşamınız xeyir, Allahın salamı olsun hamınıza. Bir daha orucunuz qəbul olsun, namazınız qəbul olsun. İzləyirəm. Mənim balamın dadı Əmrəsnov Elgündür. Mən oğlumun adını soyadı kimi götürmüşəm. Elgünü iradə edirəm mən də. Fəxr edirəm ki, Elgünün anasıyam mən. Fəxr edirəm ki, elə oğul böyütmüşəm. Elə oğlun anasıyam. Şad oldum, hamınızı gördüm. Hamınızı. Hamınızın üzünüzdən də tökülür. Yaxşı ki, bu zamanda, bu dünyada belə insanlar var. Var olun hamınızı. Allah razı olsun. Allah razı olsun. Müqəddəs şəhidimizin mübarək anasının qarşısında baş əyirəm. Bizə dəyər verən mübarək insanların xüsusi olaraq hər birinin qarşısında baş əyirəm. Allah Teala sizlərdən razı olsun. Allah Teala sizlərə səbr versin. Sizlər bu ölkənin ən üstün seçilmiş vətəndaşlarısınız. Sizlər Allah tərəfindən müjdələnmiş mübarək insanlarsınız. Allah sizlərə möhlət versin. Allah sizlərə uzun, bərəkətli ömür ihsan etsin. Buyurun. Çox hörmətli Seyid, axşamınız xeyir olsun. Qonaqlarımızı da salamlayıram və hər birinizin oruc ibadətlərinin qəbul olunmasını təvəqqə edirəm Uca Yaradandan. Mən sizinlə bir şey bölüşmək istəyirəm. Əl-Həcc surəsi 3-də oxuduq. Allah haqqında heç bir şey bilmədən, elmsiz, dəlilsiz mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır. Bu ayədən belə nəticəyə gəldik ki, gəlinir ki, mənim fikrimcə, deməli ki, kim Allah barədə danışır, elmsiz, dəlilsiz danışırsa, deməli bu şeytana uyan bir kəsdir. Buradan belə çıxır ki, mütləq Allah barəsində bir şey danışa bilmək üçün Qur'anı öyrənmək lazımdır. Sizcə mən necə düşünürəm? Təşəkkür edirəm. Öz sualınızın özünüz də cavabını verdiniz. Amma çox maraqlı və təsirli bir sualdır. Hörmətli millət vəkilim, ilahiyatçı alim
Ümumiyyətlə Quranda belə bir neçə ayələrimiz var. Bu ayələrdə Allah Taala bu məsələyə toxunur. Və bir ayədə də Allah Taala deyir ki: "Və la taqfu ma laysa laka bihi ilm." Ümumiyyətlə dinimiz bir insanın bilgisi olmadan bir məsələ haqqında danışmasına yaxşı baxmır və bunu qadağan edir. Əgər bir insan bir məsələni bilmirsə və bir məsələ barədə məlumatsızsa, danışırsa, demək olur. Çünki bizim cəmiyyətdə də təəssüf ki, bəzən belə insanları görürük. Yəni biz o gündə bir ayəyə toxunmuşduq. Məsələn, Quranın başqa bir ayəsində deyir ki: "Eyyuhellezine amenu izə ca'akum fasiqun binəbəin fətəbəyyənu." Yəni bir fasik sizə bir xəbər gətirərsə, siz onu aydınlaşdırın. Ona görə İslam dini bütün müsəlmanlara hədisə istinad etmədən əllaməlik etməsinlər. Yəni bugün təəssüflə biz bəzən hər şey şünasları görürük. Bildiklərini də danışırlar, bilmədiklərini də danışırlar. Quran bizdən tələb edir ki, biz bu məsələlərdə Qurana istinad edək, hədislərə istinad edək və alimlərin ictihadına istinad edək. Burada əgər kimsə bunu edirsə, indi mən bir Quran ayəsinə də istinad edəcəm, o da çox möhtəşəmdir. Buyurun. Deyirsən, filan kəsi gördünmü? Yəni, nəfsinə uyub hərəkət etdi. Yəni, bizim üzərimizdə olan missiya odur ki, biz nəfsimizə uymamalıyıq. Biz, müsəlman nə deməkdir? Özünü Allaha təslim etməkdir. Şeytana yox, Allaha. Ona görə hər bir məsələdə biz bu məsələləri iman süzgəcindən və dinin yanaşmasından keçirərək baxmalıyıq. Mükəmməl bir cavabdır. Çox maraqlıdır. İndi yüzlərlə izləyicilərimiz içərisində onlarla şəhid doğmaları hazır zaman məmnun olduğunu və onun oxuduqlarının milli ruha, mənəviyyata, məhz İslama bağlılıq duyğuları ilə duyğularına büründüyünü söyləyirlər. Xanım doktor mənə söyləyir buradan. Bəlkə də bu an iftara doğru bayram ovqatında könüllərin fəthinə mübarək səbəbkar olan əziz qardaşım Hazreti Eyyub, Respublikanın xalq artisti, öz itayəti ilə, ibadəti ilə Allaha doğru hər zaman yönələn qardaşım. Bugün bir neçə qəzəllə qonağınızam. O qəzəlləri imkan olsa oxuyacağım burada, amma ilk olaraq istəyirdim nə haqda oxuyum. Buyurun. Dünən il təhvil olundu, yeni il. Qədəm qoyduq baharın gəlişi ilə. Olsun. Bunu əhatə edeyim, sonra inşallah başqa qəzəllər də ifa edəcəm. Yüz minlər sizi gözləyir. Allahın izni, dövlətimizin himayəsi ilə buradayıq. Geldi bahar ayağımı, müjde eydin gene de geldi bahar ayağımı. Getirir bad sabaya bülbül üçün peygamı. Açılıp gülşevi gül, aman yaram,
Açılıb qönçəvi gül ətri tutubdur çəməni. Açılıb qönçəvi gül ətri tutubdur çəməni. Vəcdə gəlmiş bu könül yoxdur dəxi yaram. Bir tərəf pir cavandır, bu tərəfdə məni zar. Bir tərəf pir cavandır, bu tərəfdə məni zar. Nə gözəl bəzmidir bu sağı dolandıracağımı. Karışıptır tarın ahengine lehni neyine. Karışıptır tarın nevşeyi musikiden mest düşüptür hamı. Çəkəsdən ki, nə həngamədir bu ay balam. Həmən ayındır, nə balam. Nə çəkəsdən ki, nə həngamədir bu. Dedilər bir nəzər et, gördüm o gülən damı ay balam. Bir elinde emeği gül renk, bir elinde emeği gül renk, bir elinde gül iter. Bir elinde emeği gül renk, bir elinde gül iter. Görsə Ömər Xəyyamı qamətin, xalı, xətin zikrilərin etdikcə günü gündən hacının yaxşılaşır ilhamı. Aman aman, aman aman, yar aman aman aman. Baxçamıza gəldi bahar, yaşıl xalı sərdi bahar. Gəl dedim gəlmədin yar, gəlmədi bahar. Yaşıl xalı sərdi bahar. Gəl dedim gəlmədin yar, gəlmədin yar. Məni yada sal sana yar, ürəyimi al sana. Məni yada sal sana yar, ürəyimi al sana yar. Ay ceylan sevgilim, mehriban. Ay ceylan sevgilim, mehriban sevgilim. Sirrimi bilmedin, bilmedin yar, yar.
sirrimi bilmedim, bilmedim. Yar sirrimi bilmedim, bilmedim yar. Əhsən, çox təşəkkür edirəm. Allah sizdən razı olsun. Sizdən də Allah razı olsun. bu üçlüyü qorusun. Allah hər birimizi qorusun. Allah bu an ekran qarşısında bizə dəyər verərək bizi izləyən, bayram süfrəsində əyləşən, ilahi ziyafətə hazırlaşan, ilahi ziyafətə də hazırlaşmayıb, bu an Ramazanın fəzilətinə, savabına doğru boylanaraq, kaş ki mən doğru tutardım, mənim sağlığım, səhətim imkan verərdi düşünən, insanlara da Allah sağlıq və səhət versin. Allah Teala sizlərdən razı olsun. Həqiqətən də 100 minlərin demək günahdır. Çünki inamın işığında siz özünüz bilirsiniz ki, artıq milyonlar Allahın izni Azərbaycan dövlətinin himayəsi ilə bu an inamı izləyirlər. Ona görə də artıq milyonların qəlbini fəth etdiniz. Allah könül dünyanızı fərəhlə bəzəsin. Var olun Azərbaycan mədəniyyətində, Azərbaycan televiziyalarında, sənətinizdə, çalışdığınız müəssisədə, bir də ki, ən azı hər il inamın işığında bir dəfə yox, ən azı 3 dəfə gəlin xalqımızın mənəvi ruha köklənməsində mübarək səbəbkara çevrilin. Çox təşəkkür edirəm. Hörmətli millət vəkilim, bu musiqi haramdırmı? Bu musiqinin nəyi haramdır? İnsanın mənəvi ruha köklüyürsə, insanın milli vətənpərvərlik ruhuna köklüyürsə və mən keçən dəfəndə dedim, deyəsən dünən efirdə söylədim, ya Zakir qardaşımız olanda. Dedim, əgər, dünən idi, əksən hamısına baxırsınız. Mən Xankəndinə sonuncu dəfə gedəndə yol boyu mərhələli şəkildə ailəcə gedirdim. Uşaqlar başladılar, Əbdülməllə mübarək şəhidimizin mübarək atası, müqəddəs şəhidimizin mübarək atası. Birinci başladılar Yaqub əmidən, Allah rəhmət eləsin Yaqub Məmmədova, Ustaddan, Arif Babayevdən, Qədir Rüstəmovdan, Məsul İbrahimov, siz, Ustad, Hazreti Eyyub, yəni bu sırayla Feyruza qədər, Cabirə, sırayla Alim müəllim, Sadalam satmaq üzəriyəm. Yəni bunu Ağdamı keçdikdən sonra başladıq. Allah Sədi Məmmədova da rəhmət eləsin. Demək, bir də baxdım, hönkür-hönkür ağlayıram. Mənə dedilər ki, avtomobil kənara çək. Bu şükür ərazi bütövlüyü, Disidə Əfəndi gəlirsən, şəhidlərin ruhundan icazə aldım yenə. Dedim, baxın, bu səslər mənim imanımı təzəliyir, yeniliyir. Mənim şükür ədəbi ilə mənəvən silahlanmağıma bu səslər mübarək səbəbə çevrilir. Ona görə də milli mənəvi dəyərlərin işığında, milli və dini kimliyin vəhdətində bu səslərin qorunması, mühafizə olunması mütləq vacibdir. Mən bu gün əziz gündə hörmətli Mehriban xanım Əliyevaya necə orada dayandım qibləyə dayanaraq, bəlkə də bunu deməliydim, o Allahla öz aramda olan idi. İçdən dua elədim ki, necə muğama Heydər Əliyev fondu, hörmətli Mehriban xanım sahib durdu və bu gün o milli vətənpərvərlik ruhuna köklənən Azərbaycan gəncliyi durmadan çoxalır, sayı çoxalır. Tək Qurana qurban olum, tək Quranla mümkünsüz olur bəzən. Bu açıqdır. Niyə deyirəm? Bəlkə də bu fəsadlı olar kimlər üçünsə. Çünki insanlar var ki, o Quranın ehkamlarını oxumaq üçün milli vətənpərvərlik ruhuna bağlandıqdan sonra o Quranın vacibliyini daha çox anlayırlar. O kəlamların ruhlarına hopdura bilirlər. Ona görə də var olun Azərbaycan mədəniyyətinin inkişafında. Daim var olun. Ceyhun müəllim, yanlış mı söylədi? Əslində, burada bir önəmli məqamın üzərinə durmalıyıq. Yəni, bu mövzu çox dərin bir mövzudur. İslam mədəniyyət dinidir. İslam incəsənət dinidir. Ola bilməz ki, bəşəriyyəti yüksəlişə aparan, onları açdırsın. Musiqi ilə bağlı siz də bilirsiniz ki, müxtəlif məktəblərin müxtəlif fikirləri var. Bunların içərisində mən düşünürəm, ən doğrusu odur ki, əgər bir musiqidə Allaha qarşı bir çıxış yoxdursa, bir fikir yoxdursa, əksinə insanları düşündürürsə, insanların əhvalını daha da yaxşılaşdırırsa, onları Allaha daha da yaxşılaşdırırsa, burada hansısa bir qadağadan söhbət gedə bilməz. Ümumiyyətlə, mən düşünürəm, musiqi həm də Allah Taala'nın möcüzəsidir və mən sizə bir məsələni də deyim ki,
tam bunu mən özüm də maraqlanıram. İndi ərəb ölkələrinə də baxanda Azərbaycan xalqı böyük xalqdır. Bizim nə musiqimiz, nə mədəniyyətimiz heç bir xalqda, heç bir dövlətdə yoxdur. Və bu musiqinin gözəlliyinə baxın, sənətkarların peşəkarlığına baxın. Görün tar nə qədər möcüzəvidir, kaman nə qədər möcüzəvidir, bizim oxuyan xanəndəmiz necə gözəl oxuyur. Və burada biz hansı hissləri yaşadıq? Biz mənəvi yüksəlişi yaşadıq. Mərhəmətə, şəfqətə. Biraz özümüzü daha da yaxşı hiss elədik. Ona görə bu cür məsələlərdə biraz mən düşünürəm fərqli yanaşmağı bacarmaq lazımdır və bu bizə ancaq o xoş əhval-ruhiyyəni bəxş edir. Minnətdaram. Çünki biz dünən Peyğəmbər və Əhl-i Beyt irsinin mövzumuz ondan ibarət idi. Və bugün şəhidlərimizlə bağlı danışdıq və milli mənbəyimizə çevrilən Azərbaycan musiqisinin bu gündəmdə olması, insanların mənəvi ruha köklənməsinə, milli vətənpərvərlik ruhuna köklənməsinə bu üç vəhdətin düşünürəm ki, misilsiz xidmətləri var və əsrlərdir ki, biz bunun sübutunu da görmüşük. 44 günlük müharibədə şəhidlərimiz belə Allah Əkbər sədaları ilə bərabər Azərbaycan musiqisini səsləndirərək şəhadət şərbətinə təşna olduqlarını bildirirdilər. Çoxlu sayda şəhidlərimizin yayılmış biz videolarına baxanda bunu açıq şəkildə görürük. Sponsora keçid edək, buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram ətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Belə bir bəlaya düşəcəyimi fikirləşmirdim. Sən yerindəsən, qallar al. Qallar al yerindədir. Ramazan ayının başlanması ilə əlaqədar olaraq Sizi gözləyirdim, amma məni polisə çağırdılar. oyun serialının yayın vaxtında dəyişiklik edilib. O öldü. Dediyim kimi, sənə oxşayan bir qadınla bilərəkdən göründün. Ertəsi gün Şamilin dediyi kimi Bakı Beynəlxalq Hava Limanına indim. Serial müvəqqəti olaraq həftə içi 5 gün saat 16:30-da efirdə yayınlanacaq. Məni ələ verməməliydin. Şamil, mənim günahım yoxdur. Oyun qaçırmayın. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah Taala sponsorlarımızın, xalqımızın, dövlətimizin xeyirlisi ilə Rusini bol qərar versin və çoxaltsın. Bəli, əziz və nurlu qardaşlarım, bu yerdə mən yenə də müqəddəs şəhidimiz, Vətən müharibəsi qəhrəmanı Surxay Nociyevin mübarək atası, mənim əziz qardaşım Əbdül müəllimə müraciət etmək istəyirəm. Əbdül müəllim, sizin gəncliyiniz Zəngilanda keçdi. Çünki əslən Zəngilandansınız və mənim üçün də çox qürurluydu. Zəngilanda qalib sərkərdəmizi qarşılayarkən orada qalib sərkərdəmizin önündə sizin çıxışınız, qalib sərkərdəmizin sizə sayğı və qayğı ilə ehtiram göstərməsi, bunlar çox unudulmayacaq xoş xatirələrdir. Mən daha çox istəyirəm Zəngilanda orusluq ənənələri xatirənizdə hansı izləri buraxıb,
hansı xatirələr var? Çünki izləyicilərimizlə bölüşsəniz, məncə onlar üçün də çox maraqlı olar müqəddəs şəhidimizin mübarək atasının xatirələri. Ağa, bizdə kənddə ümumiyyətlə namaz qılan kişilər tanınırdı. Bilinirdi ki, filan kəslər namaz qılır. Baxmayaraq ki, imperiyanın təzyiqi var idi, imperiyanın baskısı var idi. Amma o adamlar inançlı adamlar idi. Onlara hamı hörmət edirdi. Yəni, heç bir titulu olmasa da, amma hamı onları bir əziz, müqəddəs adam kimi əldə saxlayırdılar. Hətta bizdə bir ocaq var idi, Dağdağan piri deyirdilər. Dağdağan ağacı var, müqəddəs ağacı idi o da. Dağdağan piri orada ocaq düzəltmişdilər, daşları belə dairəvi qoymuşlar, ocaq idi, piltə yandırırlar orada. Orada deməli, Ramazan günündə, Ramazan ayının içərisində də, ora kimin diləyi vardısa, gedib orada şam yandırırdı. O cəmaatın orada namaz qılanı da olurdu, namaz qıldığı vaxtı, o şam yandırdığı vaxtı kənarda adamlar qoyurdular ki, cavan uşaqlardan qoyurdular ki, gələn olsa NKVD deyirdilər onlar o zaman. NKVD gəlsə xəbər eləyərsiniz. Bir də görürdün uşağın biri hansısa bir qaraltı görür, qışqırır ki, NKVD, hamı qaçırdı. Yarı yolda başa düşürdülər ki, yox, səhvdir. Amma o baskının olmasına baxmayaraq, o adamların namaz qıldığını mən görmüşəm, o adamların oruç tutduqları mən görmüşəm. Vardı, etiqadlı adamlar var idi. İndi Allah'a şükür, indi heç kəsin asılacağımız yoxdur. İndi özümüzün sərbəst məscidimiz də var. Bizdə məscid sıradan çıxmışdı hamısı, son vaxtlar yox idi onlar. Məscidimiz də var, ziyarətgahımız da var. Maşallah olsun. Allah'a şükür, hansı rayon işğaldan azad olunursa, orada birinci növbədə məscidlər təmir olunur. Ona görə mən buradan bütün şəhid ailələri adından cənab prezidentə, möhtərəm prezidentimizə can sağlığı arzulayıram. Onun ailəsinə can sağlığı arzulayıram. Mehriban xanımı təbrik edirəm bu bayram münasibəti ilə. Bu böyük bir səhnə açıldı bizim üçün, böyük bir yol açıldı bizim üçün. Bunun hamısının müəllifi var, o da cənab prezident İlham Əliyevdir. Allah razı olsun. Şəhid doğmaları adından etdiyiniz bu təbrik bizlər üçün də qürur vericidir. Çünki bu vətənin, dövlətin, milli mənafeyinin düşünən şəhid doğmalarının bu məsələdə öndə olması elə Azərbaycan dövlətçiliyinə ən böyük xidmətdir. Allah şəhidlərimizə rəhmət etsin. Çoxlu sayda suallarımız var. İnamın YouTube kanalını çoxlu sayda izləyicilərimiz izləyir. Digər sosial şəbəkələrdə biz izləyirlər və dayanmadan çoxlu sayda şəhid doğmaları bizə təşəkkür göndərirlər. Haqlarını halal etsinlər ki, biz canlı efirə daşıya bilmirik. Onların o ürəklərindən süzülüb gələn bütün sözlərə biz imsaka qədər hamısını cavablandıracağıq. Məsələn, Naxçıvanın Şahbuz rayonundan, Naxçıvanın Şahbuz rayonu şəhidi İlkin Muradlı İlyas oğlunun mübarək anası da bizə xoş sözlərini, diləklərini yazır. Allah ondan razı olsun. Hər birinin qarşısında baş əyirik və o yüzlərlə bizə dəyər verən şəhid doğmalarına, 10 minlərlə bizə dəyər verən bütün dəyərli izləyicilərimizin hər birinin qarşısında baş əyirəm. Var olasınız. YouTube kanalımıza sual gəlib. Buyurun. Oruçlu ikən izləyicimiz yazır ki, hörmətli millət vəkili Mülayətçi Alim Ceyhun müəllim, evə qonaq gedərkən ya kişi ya qadın olsun, onunla görüşmək orucu pozurmu? Çünki buna bənzər artıq yüzlərlə sual var, biz ümumiləşdiririk. Yəni, burada dinimiz müəyyənləşdirib ki, məhrəm, naməhrəm söhbəti var. Kənar adamdan söhbət gedirsə, bunun oruçla əlaqəsi yoxdur. Ümumiyyətlə, oruçda bu biraz fərqli məsələdir. Yəni, dinimiz naməhrəm insanlarla görüşməyə icazə vermir. Yəni, doğmalar görüşə bilər, ata tutaq ki, övladı ilə, qardaş bacısı ilə belə. Amma uzaq insanlarla bağlı bu görüşmək günah sayılır. Amma əgər oruçlu insan bunu edirsə, onu soruşursa, bu orucu pozmur. Əgər birbaşa salamlaşmadan söhbət gedir. Amma bu naməhrəmlə əl-ələ verib görüşmək, yəni qucaqlaşmaq dinimizdə. Siz burada tək millət vəkili kimi iştirak etmirsiniz, həm də ilahətçi alim kimi İslam fikrinə dayanan cavabları verirsiniz.
Amma məni düşündürən bir sual var. Xanım doktor, çox üzr istəyirəm. Adam var, gündə bir dəfə görüşür. Bir saat sonra gəldikdə yenə öpüşür, görüşür. Bu görüşməyin də bir ədəbi varmı? Mən üzərində toxunum, siz yaxşı bir məsələyə toxundunuz. Dinimizdə, baxın, o qədər gözəl bir dindir ki, Peyğəmbərimiz s.ə.v deyir ki, sizlərdən biri bir qardaşın üzərinə gülümsəməsi sədəqədir. Baxın. Bəli. Və deyir ki, bir müsəlmanla əl verib görüşdükdə onların günahı tökülər. Bu salamlaşmadır. Biz sizlə bunu verilişinizdə bir də olmalı deyil. Yəni, salamlaşdıq, görüşdük. Hər bir məsələdə dinimizin yanaşması belədir ki, ifrata varmaq olmaz. Həddi vardır. Bəli, həddi var. Əgər bu insanları narahat edirsə, bunu təkrarlamağa ehtiyac yoxdur. Salam vermək olar, amma bu insanları narahat edəcək bir formada olmaz. Nəyin ikincidir? Bəzən insanı iyrəndirir. Minnətdarım. YouTube kanalımıza yazırlar ki, hörmətli millət vəkilim, Qurban bayramında kəsdiyimiz qurbanın hamısını paylamalıyıq mı? Yoxsa özümüzə də götürməliyik? Demək, YouTube kanalımıza çünki yazırlar. Təbiidir. Bunlara biz aydınlıq gətirək. Bunlar çox verilən suallardır. Qurban iki cürdür. Bir nəzir qurbanıdır. Nəzir odur ki, mən deyirəm, filan işin baş tutsun, Allaha bir quzu kəsəcəm, ya hansısa bir heyvanı kəsəcəm. Bunun yeyilməsi qurbanı deyən şəxs tərəfindən günahdır. Bəli. Yəni, o bütövlükdə paylanılmalıdır. Yəni, mənim niyyətim hasil oldusa, mən niyyət etdim, bu iş baş tutsun və qurbanı kəsirəm, tamamilə paylayıram, istifadə edəmərəm. Qurban bayramındakı kəsilən qurbana gəldikdə isə, bu sırf qurban bayramına aiddir, onun hamısının paylanılmasına ehtiyac yoxdur və düzgündə deyil, 3 yerə bölünməsi tövsiyə olunur. Çünki o mübarək bir qurbandır. Bir hissəsini özünə, bir hissəsini qonşulara, bir hissəsini də qohumlarla paylaşır. Təşəkkür ederim. Bu qurban bayramında narahat olmasınlar. Ona görə mən bu izahatı geniş verdim ki, nəzir qurbanı ilə qurbanda kəsilən qurban ayrı-ayrı məsələlər. Qurban bayramı ilə bağlı ayrı mövzumuz olacaq inşallah. YouTube kanalımızda yazırlar, şeytan vəsvəsəsi ilə bağlı, şeytan vəsvəsəsinə qarşı nə etməliyik? Yəni, tez-tez Allaha dua etmək, Allaha sığınmaq, biz buna əstəizu billəh deyirik. Yəni, Allaha demək olar ki, Rəbbim, şeytanın şərrindən sənə sığıram. Hansı ayələrdən daha çox? Bu, bilirsiniz ki, Quranın son 3 ayəsi var. Yəni, Fəlaq, Ən-Nəs surələri var. Bu ayələri oxuya bilərlər. Ayətül Kürsüdə oxuya bilərlər. Bəli, Ayətül Kürsüdə oxuya bilərlər. İstənilən Quran ayəsini oxumaq olar. Orada bir məsələ var ki, daim Allahı xatırlamaq lazımdır. Çünki şeytan bütün istiqamətlərdə insanı yoldan çıxartmağa çalışır. Ona görə insan daim gərək o bismillahdir, əstəğfirullahdır və bu ifadələr də işlətsin. Şeytan harada olur daha çox? Şeytan hər yerdə var, amma düşünürəm ki, daha çox insanın qəlbində olur və ona vəsvəs eləməyə çalışır və bir də insanın qanında olur. Peyğəmbərimizin çox məşhur bir hədisi var. Qanında da mı olur? Bəli. Bu nə mənada? Məcazi mənada? Yox, anlayıram. Nə deyir? Deyir ki, şeytan sizin qanınızda hərəkət edir. Nə üçün bunu Peyğəmbərimiz s.ə.v deyir? Bu deyirləri filan kəsin qanı xarabdır. Təşəkkür. Yekunlaşdırın. Buyurun. Suallar çoxdur. Qan ki, bədənin hər yerində hərəkət. Bu tablo içərisində yer alanlar deyək ki, şeytanın şərrindən Allaha sığındıq. O dualarımız iftara doğru dəqiqələr qalıb. Allah dərgahında qəbul olsun. Buyurun xanım redaktor. Dəstəmaz alarkən vacib demək lazımdırmı? Bir də çox-çox xahiş edirəm, bu Subhanallah sözündə Subhanallah deyilməlidir, yoxsa Subhanallah əynlə ayın arasında qalmışam. Xahiş edirəm, onu dəqiqləşdirərdiniz, çox xahiş edirəm. Təşəkkür edirəm, hörmətli millət vəkilim. Dəstəmaz alarkən hansısa bir duanın oxunması vacib deyil. Yəni, hökm deyildir. Hökm deyil, yəni fərz deyil. Adi qaydada dəstəmazını ala bilər. Bəzi dualar var, istəsə əgər təmiz yerdədirsə onu edə bilər, amma bu vacib deyil. Subhanallah sözünə gəldikdə isə hanandır. N-dan sonra gələn isə ədir. Subhanallah. Ərəbcə tələffüzü belədir. Çünki ha olur, amma n hərfindən sonra gəlir. Subhanallah. Təşəkkür edirəm. Sevirəm belə qısa formada cavab verən ilahiyyatçı alimləri. Buyurun. Buyurun. Salam. Ramazan ayınız mübarək olsun. Sizə bir sualım var.
Mənim həyat yoldaşım oruç tutmur. Ancaq mən atamla oruç tuturuq və mənim yoldaşım bizlə süfrəyə oturmaqdan, yəni boyun qaçırır. Deyir ki, mən oruç tutmuramsa, sizlə bir süfrəyə otura bilmərəm. Bu nə dərəcədə düzgündür? Zəhmət olmasa sualı cavablandır. Allah kömək olsun. Gör nə qədər ədəbli, nə qədər həyalı insandır. Ancaq niyə də oturmasın? Çox qısa bir cavab istəyəcəm. Oturmalıdır, heç bir narahatçılığı yoxdur. Əslində oruç tutmasa da bir yerdə yemək yemək, bir yerdə əyləşmək xeyirli, bərəkətli, savabdır. Ona görə o görünür çox həyalı adamdır. Mən həmin qardaşa çağırış edirəm, mütləq bu axşam həmin süfrəyə əyləşsin. İndi isə Bakı vaxtı ilə əziz izləyicilərimiz, sevgili qonaqlarımız, azan vaxtıdır. Hər gün bir görüşün əzanı səslənir. Bugün növbə Əmrahın oxuyacağı əzandır. Buyurun, Əmrah Eminov, gənc ilahiyyatçı. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Aliyen Veliyullah. Eşhedü enne Aliyen Hüccetullah. Hayy ale's-salah. Hayy ale's-salah. Hayy alel-felah. Hayy alel-felah. Hayy ala khayril amal. Hayy ala khayril amal. Allahu Ekber, Allahu Ekber. La ilahe illallah. Emrah, Allah razı olsun.
İndi isə gənc ilahiyyatçımız Əmrah Eminov, əziz izləyicilərimiz, Bakı vaxtı ilə iftar vaxtıdır. İftar duamızı oxusun. Buyur. Bismillahirrahmanirrahim. Allahümme leke sumna ve ala rızkike eftarna ve aleyke tevekkelna və yalnız sənə təvəkkül etdik və sənin verdiyin ruzu ilə orucumuzu açırıq. Allah qəbul etsin. Əziz izləyicilərimiz, Bakı vaxtı ilə bizimlə oruc açan bütün değerli izləyicilərimiz, Allah Teala orucunuzu qəbul etsin. Bizdən sonra da iftar açacaq hər bir kəsin Allah orucunu qəbul etsin. Bu xurmaları müqəddəs şəhidimizin mübarək atası Surxay müəllim alıb və hətta mən dedim ki, xanım redaktora ki, bu xurmanı bugün bizə şəhidlərin adından gəlibdir. Buyurun. Əziz və vəfalı namsevərlər, Bakı vaxtı ilə bizimlə iftar açan, bizdən sonra bölgələr üzrə fərqli dəqiqələrdə iftar açacaq çox dəyərli, imana silah kimi sarılan soydaşlarımız. Allah Teala hər birimizin oruç və namazlarımızı qəbul etsin. Sübhün erkən çağından iftara doğru bütün nəfsani istəklərinə yox deyərək, gün ərzində bol-bol Allahı zikr edərək, dualar edərək, Allahdan bağışlanma diləyən, tövbələr edən bütün soydaşlarımızın Allah Teala itayət və ibadətlərini qəbul etsin. Allah Teala günahlarımızı keçsin, eyiblərimizi örtsün. Allah Teala oruç tutmayan, namaz qılmayan, ancaq ilahi ziyafət adlandırdığımız iftar süfrələri təşkil edən, yardımlaşan, paylaşan, şəhid doğmalarını, qəhrəman qaziləri ziyarət edən bütün dostlarımızın, bütün insanların etdiklərini öz dərgahında ibadət qismində qəbul eləsin. Allah onlara da oruc ibadətini, namaz qılmağı xeyirlisi ilə qismət eləsin. Allah Teala xalqımızın, dövlətimizin birlik və bərabərliyini, vəhdətini əbədi qərar versin. Allah Teala yenilməz ordumuzu, qalib sərkərdəmizi, qalib xalqımızı vəhdət halında mühafizə edərək hər bir an öz əmanətində saxlasın. Allah Teala qəbul etsin, qoy dualarımız ərşə ucalsın. Bu arada biz iftar açarkən illərdir ki, Respublikanın xalq artisti, candan sevdiyim əziz qardaşım Samir Cəfərovun ifasını dinləyirik. Buradan da Samir qardaşıma salam və dualarımı göndərirəm. Bəli, əziz və nurlu qardaşlarım, müqəddəs şəhidimizin mübarək atası, millət vəkilim, Hacı Teyyub, Əlağa qardaşım,
Xəyam məmnun edəcək. Onların ruhu məqamının hər gün bu ifadəni işlədirəm. Ceyhun qardaşım bilir, millət vəkilim. Ruhu məqamının təminatını necə ödəmək olar? Hacı Teyyib burada ola. Sağ olun, var olun. Məncə xəstlik olardı mən bu an deməsəydim. Eləsə ya Allah, bismillah. Sağ ol Seydim. Sağ Bayaq olun. dediyim kimi Allah sizi qorusun, Yəni, hamımızı, müxtəlif- xalqımızı qorusun. Amin. Bu an bizi izləyən, bizə dəyər verən hər kəsi qorusun Allah. amin. Müxtəlif qəzəllərlə demişdim, gəlmişəm. Bir qəzəl keçən dəfə xoşunuza gəldi bir Allah rəhmət Bəli. eləsin Qəni Hacı Ələmdar Mahirdən. Ruhuna salam olsun. Amin. Doğmalarına salam göndərirəm. Amin. Sevin ey xəstə könül Mahir Ramazan gəldi. Və bu dəfə də axtardım, aradım bir qəzəl, cavan bir şairimizdir, yazarımızdır. Elə Ələmdar Mahirin yerlisi kəndçisidir, Nərdaran kəndindəndir. Hacı Mailin kəndindəndir. Allah qəni rəhmət Hacı eləsin. Mail ustadır, rəhmət və dualarımız Çox var. gənc, Mailin amma çox, ünvanı vətəndir. amin. Çox xoşuma gəldi. Həmid Hikmətli yazıb bunu. Dedim ona ki, oxuyacam, baxarsan. Salam göndərir. Aleyküm Salam salam. göndərir. Belə oxuyacam, çünki əzbərimdə yoxdur, yalan nədir? Buyurun, buyurun. Dünən keçib Bu əlimə. sizin bu aya verdiyiniz dəyərdir. Hazırlıqlı gəlirsiniz. Allah razı olsun. Ruhen nece gör paşlaşır insan Ramazanda. Ruhen nece gör paşlaşır insan Ramazanda ya. İnsanda tecella edir iman Ramazanda. Allah bizi süfresinden Allah bizi öz süfresinden səsləyir hər gün. Bu süfrəyə mömin qalır heyran Ramazanda ya. Qalb qırma çalış hər adama yaxşılıq eylə. Qəlb qırma, çalış hər adama yaxşılıq eylə. Pis işdə görüb eyləmə nöqsan Ramazanda. Bu 11 ayın Bu 11 ayın sultanım Mahi Ramazandır. Allah da verir nemeti ehsan Ramazanda ya aman ah aman ey. Ay bu 11 ayın sultanı Mahi Ramazandır.
Allah da verir neymeti ehsan Ramazanda. Meyletme günaha, pis emellerden uzak dur aman. Meyletme günaha, pis emellerden uzak dur. Et nefsi ve imanı var, kurban Ramazanda. Vardır bu ayın xeyli fəzilətləri, çünki nazil olunub Həzrətə Qur'an Ramazanda. Hikmətli Həmid, tut oruç, uydurma bəhanə. Zəncirlənir hər il axın şeytan Ramazanda. Aman, aman. Mailim servi kadin, olmasam hergah senin. Maili servi kadin, olmasam hergah senin. Nece sirrinden olardım bugün agah senin. Aye-i müshaf olup hüsnü ben nazil hak'tan. Müshaf olup hüsnü ve nazil hak'tan. Bana məlum ki olup aşıkın Allah seni ayaman. Aman aydadı dadı. Eşkide Yusuf sana aşıktı veli. Bütün aliler olup sahilin ey şah seni. Görmeyenler ki görüp arız yalında hani düştüler eşkı ve birden hamın nagah senin. İzni pakin ki düşüp dillere ey munisi can. Zikredir adımı her dervişim meddah senin. Leyletül Kadr'de nur oldu cemalında eyan. Leyletül Kadr'de nur oldu cemalımın billah senin aman aman ay aman. Aman aydadı Aziz kardeşim, var olasınız. Var olun. Allah səsinizə, nəfəsinizə, ruhunuza güc versin. Müəllifi də salamlayıram. Ayrıca olaraq Hacı Maili böyük ustadı da rəhmət və dualarımla anıram. Mən bunu bugün burada söyləməliyim.
Allah rəhmət etsin Hacı Mailə. Allah rəhmət Bir dəfə məni dəvət edib evə. Biraz da mənim gənc yaşlarımdır. Universiteti yeni bitirdiyim illərdir. Şərqşünaslığı yeni bitirmişəm. Mən həyətə daxil olduqda badımcan dolması deyirik. Bunun bir qoxusu gəldi. Mənim həyatda özəl olaraq evdə ən çox sevdiyim uşaqlıqdan həmin yeməkdir. Mən gəldim, görüşdük, ziyarət etdim. O mənə təbii ki, ağa deyirdi. Dedi ki, ağa, sevdiyin yemək hazırlanıb. Dedim, ustad, siz nə bildiniz? Dedi, Peyğəmbər soyu gəlir. Mən əvvəlcə onun yediyinin bilməliyəm, yoxsa yox. İndi Hacı Maillər azdır, çox azdır. Və mən onu rəhmət və dualarımla anıram və mən onu hər 5-ci gün, hər zaman fatihələrimlə anıram. Və siz də sağ olun ki, və həmin yazar da, müəllif də sağ olsun ki, siz də mübarək səbəbkara çevrildiniz. Allah sizləri qorusun. Həqiqətən də Ramazanın ruhuna uyğun bir ifa oldu. Elə də müqəddəs şəhidimizin mübarək atası. Bilirsiniz, Ramazanda həqiqətən də insanın o ruhunun, mənəvi ovqatının kökləndiyi bir anlardır. O kəslər ki, nəsibini həqiqətən də tək az qalmaqla deyil, onun hər gün o yazımı deyirəm, hörmətli millət vəkilim, illər öncə bundan öncə yazdığım, 20 il bundan öncə bir manşetə çıxarmışlar. İlahi eşqin şərbətini istinsə demək ki, sən belə idi formaca, aşiqsən. İndi həqiqi aşiqlər bu ayın fəlsəfəsini, mahiyyətini idrak edirsə, bu gözəl ifaların da sehrində məncə hədiyyələrini almış olurlar. Bugün də bizə ən böyük hədiyyəni ihsan etdiniz. Allah sizdən razı olsun. Azərbaycan dövləti, Azərbaycan dövlət başçısı, Qarabağ xilaskarı İlham Əliyev cənabları var olsun ki, bax bu verilişimizin ən böyük təminatçısı, o dəyərlərin himayətçisi qalib sərkərdəmizdir ki, dünyəvi ölkə Azərbaycanda iftara doğru rahat bir şəkildə İslamın doğruları içərisində tək həqiqətlər söylənilmir. Həm də sizin kimi gözəl xalqın sənətkarı, Respublikanın xalq artisti, bizim əziz qardaşımız Hacı Teyyubun və onun gözəl komandasının bax bu üslüyü ilə xalqın ruhunun dincəlməsinə səbəbkara çevrilir. Var olasınız. Var olun Azərbaycan mədəniyyətində, Azərbaycan mədəniyyətinin də və Azərbaycan musiqisində var olun ki, neçə 10 illər inamın işığında bu xidməti həyata keçirək. Onsuz da mən demişəm, Allah gecini versin. Bir gün Seyid Camal olmayanda Azərbaycan dövlətinin himayəsi ilə inam yenə də öz işığını, öz nurunu xalqa xitab edə biləcək. O gözlər var ki, baxır, dəyərləndirir. O milyonlardır, onların gözləri daha da nurlanacaq. O gözlər ki, bağlıdır, onlar peşman olacaq. Bu peşmançılıqlar birilərinə uğur yox, zərər gətirəcək. İndi isə sponsor vaxtıdır, buyursunlar. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət qalbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan qalbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət qalbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət qalbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət qalbasa və sosislərinə. İnam verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qalagram var. Bu qalagram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun.
Belə bir bəlaya düşəcəyimi fikirləşmirdim. Sən yerindəsən, qallar al. Qallar al yerindədir. Ramazan ayının başlanması ilə əlaqədar olaraq Sizi gözləyirdim, amma məni polisə çağırdılar. oyun serialının yayın vaxtında dəyişiklik edilib. O öldü. Dediyim kimi, sənə oxşayan bir qadınla bilərəkdən göründün. Ertəsi gün Şamilin dediyi kimi Bakı Beynəlxalq Hava Limanına endim. Serial müvəqqəti olaraq həftə içi 5 gün saat 16:30-da efirdə yayınlanacaq. Məni ələ verməməliydin. Şamil, mənim günahım yoxdur. Oyun qaçırmayın. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Yoxdan var edən Rəbbimiz sponsorlarımızın, xalqımızın, dövlətimizin, bu an bizi izləyən hər bir kəsin ruhsini xeyirlisi ilə çoxaltsın, bol qərar versin. Bəli, əziz qardaşlarım, çox hörmətli, dəyərli, mübarək şəhid atası Əbdülməllim, icazə verirsinizsə suallardan qəbul edək. Buyurun. Salam, axşamınız xeyir olsun. Orucluq bayramınız da mübarək olsun. Mənim sualım millət vəkili Ceyhun müəllimədir. Mən bilmək istəyirəm ki, bir hacı adam, bir Kərbəlayı adam musiqili toyda iştirak edə bilər ya yox? Xahiş edirəm bunu səsləndirəsiniz. Minnətdarım. Buyurun Ceyhun müəllim. Biraz bundan əvvəl biz bu məsələyə toxunduq. Əgər söhbət xalq musiqisindən gedirsə, söhbət yəni Allaha qarşı çağırışdan getmirsə, orada dinin müəyyənləşdirdiyi normalar, qaydalar pozulmursa, burada heç bir problem yoxdur. Ümumiyyətlə, bizim indi cəmiyyətdə biz bunu tez-tez müşahidə edirik. Bu toylar, tədbirlər, həm də ictimai münasibətlər baxımı. Yəni, yanaşma odur ki, çünki bilirsiniz, elə musiqilər var ki, orada açıq aydın yeri gəlmişkən qeyd edir. İnsanlar özləri də anlamadan Allaha üsyan edirlər, Allaha qarşı çıxırlar, ifadələr işlədirlər. Amma orada elə bir məsələ yoxdursa, yəni normal bir mühitdən söhbət gedirsə və dinin digər o qadın-kişi münasibətləri ilə bağlı bəzi məsələlər ki var, orada heç bir problem yoxdur. Son vaxtlar bizdə ümumiyyətlə xeyli vaxtı bu dərviş toyları deyirlər. Bu da bir müəyyən ənənə halını alıbdır. Hə, o mənada yəni o toylarda iştirak etmək olar. İndi məsələn Hacı Teyyub qardaşımızı çağırıblar, muğam ustalarını çağırıblar, xalq mahnıları oxuyan sənətkarları çağırıblar, bir gözəl məclisdir. Orada gedib iştirak etməkdə heç bir problem yoxdur. Təşəkkür edirəm, layiqli cavabdır. Buyurun, növbəti sual. Salam, axşamınız xeyirli olsun. Qonaqlarınızın hər birinin bayramını təbrik edirəm ilk öncə. Sualım bundan ibarətdir ki, namazı qılarkən tez qılıb qurtarıram. Bilmək istəyərdim ki, bu günaha sayılırmı? İkinci sualım isə ondan ibarətdir ki, namazı qıldıqda bəzən olur ki, sözləri unuduram. Və yaxud da ki, düşünürəm ki, bu hissəni qıldım, bitirdim, çaşıb qalıram və namaza təzdən başlayıram, yenidən ləğv edib yenidən başlayıram. Bu nə dərəcə doğrudur? Yəni, günaha sayılırmı? Çox sağ olun, sualımı cavablandırdığınız üçün. Allah razı olsun, vaxtımız çox az qalıb deyə ona görə tələsik. Yəni, söhbət ondan gedir ki, birinci biz insanlarımıza tövsiyə edirik ki, indi bu qədər o məsələlər, gündəlik həyat insanların üzərinə çox gəldiyinə görə ümumiyyətlə namaza öncədən hazırlaşmaq lazımdır. Yəni, kim ki namaz qılmağa başlayır, bir Allah'a xatırlasın, özünə desin ki, mən birazdan namaz qılmağa başlayacağam ki, bu mühitdən o biri mühitə keçə bilsin. Namaz, yəni, nə çox tələsik, nə də çox da yavaş qılınmamalıdır. Əgər söhbət onu gözləyən varsa, yoldaşına yemək verəcəksə, övladlarına baxacaqsa, sözləri qarışdırmadan, hərfləri yemədən biraz sürətli formada namazı qıla bilər. Amma bunu dediyimiz o prinsipləri gözləsin. Yaddan çıxmaqla bağlı məsələyə gəldikdə isə, burada məsələ belədir. Əgər yəni səhv səcdəsi var dinimizdə, yəni əgər qarışdırıbsa,
yadına salır, ona uyğun, yəni gəldiyi qərara uyğun olaraq rükəti tutaq ki, artıq qılır, sonda isə səhv səcdəsini edərək onu yerinə yetirə bilər. Çıxış yolu budur. Əgər narahatdırsa, bəzən namazı yenidən də qıla bilər. Amma dinimizin yanaşması budur. Çox təşəkkür edirəm. Ola bilər, dəqiqələr vaxtımız qalıb. Mən öncədən birdən sağollaşa bilmərəm. Haqqınızı halal edin. Allah hər birinizdən razı olsun. Müqəddəs şəhidimizin, Surxay Notiyevə mübarək atası. Gəldiniz, bizə şərəf verdiniz. Var olasınız. İnamın işığında daim var olun. Millət vəkilim, Hacı Teyyib qardaşım, Əlağa qardaşım, Xəyyam qardaşım, var olun. Bizə dəyər verən bütün izləyicilərimiz, Allah hər birimizin oruç və namazlarımızı əksikləri ilə qəbul etsin. Dəqiqələrimiz qaldı. Mən erkən sağollaşıram. Niyə? Sizinlə bərabər bitirək verilişimizi. Buyurun. Nə qədər vaxtımız qalır? Az qalıb. 3 dəqiqə falan. 3 dəqiqəmiz var. 3 dəqiqəmiz. Allah əmanət olun əziz izləyicilər. Tələsməyin, təntiməyin, çaşmayın. Tələsməyin, təntiməyin, çaşmayın. Yerli yersiz həddimizi aşmayın. Qazan gəlib qaynamamış daşmayın. Qazan gəlib qaynamamış daşmayın. Yoldaşımız səbir, dözüm olacaq. Bugün sabah dünya bizim olacaq. Vaxt Təbrizin dünya erkin dünyası. Yol Tanrı'nın hakkı der ki dünyası. Evvel ahır dünya Türk'ün dünyası. 3 gün, 5 gün gecim tezim olacak. Bugün sabah dünya Türk'ün olacak. Şehit verin, kurban verin, can verin. Şehit verin, kurban verin, can verin. Cansızlara şah damardan kan verin. Gemi kimi sahillere yan verin. Müjdeçiler düzüm düzüm olacak. Bugün sabah dünya bizim olacak. Kavuşacak bölünenler bölgeler. Nurlanacak karanlıklar kölgeler. Dinlenecek Oğuz xanlar bilgeler. Türk'e təzim, Türk'e secde olacak. Türk'e secde, Türk'e təzim olacak. Bugün sabah dünya bizim olacak. Bugün sabah dünya Türk'ün olacak. Aman ey dad aman. Aman Türk sağ iken yurduna el vurulmaz. Sağ iken yurduna el vurulmaz. Türk sağ iken yurduna el vurulmaz. Ölse de zincir taşımaz, kul olmaz. Alaram mızrağı bir Türk kimi kalkan çekerem ben. Alaram mızrağı bir Türk kimi kalkan çekerem ben. Kurban olam nazına, nazına, avazına. Seni çoktan sevirem. Atılın mermilerim, kandır oldur temelim. Böyük Turan vətəni. Atılın mermilerim, atılın mermilerim, kandır oldur temelim. Böyük Turan vətəniyim. Turan vətənim. Kalbasaların baş sponsorluğu, Hacı çaylarının və Şah plov düylərin sponsorluğu ilə inan verilişi bitdi.